Gülsüm müəllim. Salam, salam. Zəhmət olmasa bu məntiq sualının izahını deyə bilərsiniz. Baxım suala. Çox maraqlı test tapşırığıdır və çox maraqlı yerdə verilmiş sualdır. Hal-hazırda Şəkidə lavanda bağçasındayıq. Gördüyünüz kimi necə gözəl mənzərə var burada. Sizin sualınız isə Dövlət İmtahan Mərkəzinin imtahanlarda istifadə etdiyi test tipidir. Mən videosunu çəkib sizə göndərəcəm. Əziz tələbələr, belə bir sual verilmişdi. Gəlin görək necə həll olunur. Deməli, gördüyünüz kimi Azərbaycan dilində cümlələr verilib və qarşılığında isə fərqli dildə bir kodlaşdırma verilibdir. Bizdən soruşur ki, əgər bu yuxarıdakı kodlaşdırmalara baxsaq, buna uyğun olaraq o onu qarşılayır, hansı variantda verilmişdir? Çox sadədir. Burada düşünün ki, şəkilçinin bir önəmi yoxdur. Yəni nə mənada? Tutaq ki, qarşılayırsan, qarşılayır hər iki sözün mənası, tərcüməsi eyni verilmişdir. Burada əsas baxmaq lazımdır nəyə? Dəyişməyən hissəyə. Dəyişməyən hissə nə deməkdir? Məsələn, mən görürəm ki, cümlələr o. Üçü də o ilə başlayır. Dəyişməyən hissə nədir? Baxın, birinci cümlədə bo, üçüncüdə bo, dördüncüdə bo. Dəyişməyən hissə bodursa əgər, deməli o, bo mənasıdır. Tərcüməsi bodur. Daha sonra mənə lazımdır qarşılayır sözünü tapmaq. Yuxarıda baxıram, qarşılayırsan, qarşılayır. Sözləri ilə bitən cümlələrin kodunda sonunda dəyişməyən hissə cambadır. Deməli, qarşılayır nə olacaq? Camba olacaq. Yəni, bizim artıq cavab variantımız bo ilə başlayıb camba ilə bitməlidir. Bir də ortada fikir versəniz, onu sözü var. Bunu tapmaq lazımdır. Onu sözünü tapmaq üçün birinci sözdən yola salırı tapmalıyıq ki, yola salırı da çıxaq, yerdə qalan hissəni verək onu sözünün tərcüməsinə. Yəni, baxıram ki, yola salır. Hər iki kodun sonu rava ilə bitir. Artıq nə tapdıq? Onun mənası bodur. Yola salırın mənası ravadır. Onu olan hissənin tərcüməsi isə tadır. Deməli, bizim kodumuz bo, ta, camba olacaq və cavab variantımız olur A variantı. Yoldaşlar, bu tipli testləri YouTube kanalımıza daxil olub daha çox izahına baxa bilərsiniz.